Uy, bebeler de var. Bak Sarıçkam, ne var? Ayağa bak Sarıçkam. Uy. Bugün artıq bugündən çox gözəl havadır. Düzdür, gün yoxdur, bayaq gün var idi, indi artıq gün yoxdur. Amma çox qəşəng havadır. Mən də balkonu sildim, qəşəng bu günlərim. Neçə gündür yağış yağmışdı, külək olmuşdu, bütün toz idi hər balkon. Ona görə təmizlədim buraları belə. Uşaqlar beləcə oynayırlar, kaçelidə yellənirlər. Mən də rahat oluram ki, evdədirlər. Onlara yaxşıdır. Mən də işimi görürəm. Rahat. Və burada da belə çəkim sizə Göy gölümüzü. Bura bizim küçədir. Çox sakit, rahat küçədir. Hava da yaxşı olduğu üçün balkonda durmaq adama xoş olur. Bu divanı da biz yayda işlədirik, ona görə üstünə belə torba çəkmişik ki, tozlanmasın. Yayda açırıq onu. Bu stolu da qabağına qoyuruq, bu stolu və indi tozlamasın deyə bunu da üstünə bu klonkanı atmışıq, amma yayda başqasını qoyuruq. Yayda otururuq, burada çay içirik, nə bilim qarpız yeyirik, belə adama xoş olur. Uşaqlar da beləcə balkonda oynayırlar, onda mənə də rahat olur, bilirəm ki, hardadılar. Yəni burada olanda bilirəm ki, çox oynayırlar, sevirlər, ona görə rahat oluram ki, balkondadılar, mən də rahat işlərimi görürəm. İstədim sizə bunu da çəkim. Deyirəm, birdən kiminsə uşağının ya qohumunun ki, tanışının ki olar. Bunu ikinci gün biz buradan tapdıq. Burada yerə düşmüşdü. Hansısa uşaq gedəndə görünür sumkasına taxıbmış. O da salıb gedib eləcə. Belə məktəbli formasının jaketidir. Üstdən geyinməyə oğlan üçündür bu. Məncə oğlan paltarına oxşuyur. Elə buradan qoymuşuq belə ki, gəlib gedən olsa götürsün də, bilsin ki, onunkudur götürsün. İndi bəlkə kiminsə tanışının olar, ya nə gəlib götürə bilərlər buradan. Belə də qoymuşuq ki, keçəndə artıq məktəbdə yoxdur deyə bəlkə buradan keçmir də həmin uşaq, ona görə bilmir ki, buradadır. Qoyaq belə, indi inşallah məktəbdə başlayanda bəlkə gördü, gəldi, götürdü. Sara'nın demək olar günü burada keçir. Bütün gün burada televizora durub baxır. Düzdür, bilirəm ziyandır gözünə, çox yaxından baxmaq ziyandır gözünə, amma durmur. Divanda hərdən qoyuruq, oturur. Bu şunuru da hər dəfə dartır. Qadağa qoyuruq, yenə də xeyri yoxdur, gedir onun yanına. Sara, gəl. Bu stolunda da artıq qorxuram tək qoyub getməyə. Yemək yeyəndə qoyuram, oturur, yemək yeyir. Amma belə qoyub getməyə qorxuram ki, qoyum televizora baxsın, mən gedim. Çünki özü aça bilir, qalxır, yıxılar oradan, ona görə çox qorxuram. Elə əsasən buradadır bütün gün belə, durub multika baxır, biraz iqruşkalarla oynayır. Belə. Bugün hava da nəsə dəyişdi. Bayaq sizə balkondan çəkdim ki, yaxşıdır hava. Amma indi artıq görürsünüz, külək qalxır. Paltarlardan bilirəm ki, küləkdir. Bir də bizdə orada yolkalar var. Onların başından da bilirəm ki, artıq külək başladı, külək əsir. Havada biraz elə bir buludları görürsünüz, yəqin ki, buludludur. İnşallah ki, artıq yağış yağmaz. Bu yağışlar bizi neçə gündə artıq yordular. Amma göyün üzündən elə görsənirdi ki, yağacaq. Buludları görürsünüz də qara-qara. İnşallah ki, yağmaz. Pataları da gərək axşam yığım ki, yağış yağar birdən. Dünən Papagilə gedəndə bacımla getdik Aksanaya, o Xəmsədəki Aksanaya. Yəqin ki, oranı hamı tanıyır. Uşaqlar üçün belə çox endirimi idi əslində. Çox yaxşı idi. 12 manata belə bir üstdən geyinməyə məktəbə. İndi biz buna vetrovka deyirik, nə bilim buna. Çox belə yaxşıdır, indinin malıdır, nazikdir materialı, belə. Burası da bilur kimidir, çox qəşəngdir, belə əsl indi qızlar, uşaqlar geyinən vetrovkadır. Kim istəsə gedib baxa bilər, var idi orada hələ də. Prosta standart idi razmer, ona görə mən eyni götürdüm. Düzdür, Məleykəyə biraz yekədir, Məleykəninki belə korичневый rəngdədir. Məleykəyə biraz yekədir, amma yenə də
Məlikə xoşlayır yekə paltarlar geyinmək, ona görə xoşladı. Belə bir şeylər var, 12 manatdır. İndi kim istəsə gedib oradan baxa bilər. Vəbşi elə hər şey endirim var idi. Koftalar da aldım. İndi koftalar da göstərərəm. Onlar da 8 manat 90 qəpikdə 9 manata. Çox qəşəng materialı, zadı çox gözəl koftalardır. Və dedim koftaları da sizə göstərim. Bunu qızlara aldım. Düzdür, böyük adamların paltarları olan oddeldən aldım. Böyük adam üçün olan oddeldən aldım. Amma o belə balaca koftalardır. Bilmirəm bunu yekə adam nətər geyinə bilər. Yəni gərək çox arıq olasan ki, bunu geyinə biləsən. Bunu Rənaya aldım. Bunu Məlikəyə çox sevdilər. Çox xoşları gəldi bunlardan. Dediyim kimi 8 manat 90 qəpik idi. Çox yaxşı qiymətdir. Yəni materialına görə çox əla bir qiyməti var. Bunları özümə aldım. Belə adi sadə qara koftadır. Amma materialı bilmirəm. İndi sizə göstərə bilərəm yoxsa yox. Çox qəşəngdir də, çox. Bu Aksanada, Gəncədə, Xəmsədə belə bir kofta aldım. Bunu da özümə. Belə sadə koftalar çox sevirəm. Yayda belə futbolkaları, belə sportivni geyinmək sevirəm yayda. Krasovkana falan belə adama çox rahat olur və belə koftalarda mənim çox xoşum gəlir. Qabağı belə. İndi bunun düyməsi yoxdur, düyməlilər də olur. Çox xoşum gəlir belə koftalardan. Bir dənə də belə kofta aldım. Bunların hamısı 8 manat 90 qəpik. Bunu bacım Bakıdan alıb gətirib mənə. Bilmirəm hardan alıb, amma Bakıdan hədiyyə alıb gətirib mənə. Belə. Bu da belə kofta. Yəni demək istəyirəm ki, Xəmsədə bu qədər belə endirimlər var. Yəni çox yaxşı qiymətə də, çox qəşəngdə materialı var. Yəni dəyər gedib baxmağa. O uşaqlar üçün göstərdiyim 12 manatlıq kurtkalar da çox qəşəngdilər, çox. Düzdür, mən uşaq oddelinə girmədim. Orada geyib baxa bilərsiniz. Bəlkə orada da yaxşı mallar var. Elə mən böyüklər üçün olana baxdım. Uşaqlar çünki qoyub getmişdim. Ona görə tələsirdim. Elə ancaq bunlara baxdım.